Salam, hər vaxtınız xeyir olsun yoldaşlar, əlimizə xoş gördük. Vəsaitimizdəki sınaq 10-un izahına baxaraq başlayaq birinci sualdan. Cədvəl əsasında uyğunluğu müəyyənləşdirmək lazımdır. Elmi üslubda fikri yığcam ifadə etmək üçün müxtəlif vasitələrdən istifadə olunur. Bu doğru bir fikirdir. Sxemlərdən, qrafiklərdən, düsturlardan istifadə olunmaqla uzun, ətraflı, təfsilatlı bir şey qısa şəkildə təqdim etmək mümkün ola bilər. Rəsmi işgüzar üslub müxtəlif mövqe və maraqları əks etdirmiş olur. Yanlışdır. Müxtəlif mövqe maraqları əks etdirən üslub publisistik üslubdur. Rəsmi işgüzarın elə bir özelliyi yoxdur. Məişət üslubunun əsas əlaməti kütləvi anlaşıqlıq, aydınlıqdır. Xeyr, məişətin belə bir özəlliyi yoxdur. Bu özəllik publisistik üslubundur. Kütləvi anlaşıqlıq, aydınlıq deyirsə, bu sadəcə publisistik üslubundan bağlı bir fikirdir. Doğrudan doğru, yanlışdan yanlış götürürsən, cavabı nə olacaq? Publisistik üslubda mücərrəd obrazlıqdan istifadə olunmur. Təbii ki, çünki mücərrəd obrazlıq ifadəsi, bu ifadə bədii üslub üçün keçərlidir. Publisistik üslub məcazi ola bilər. O başqa bir şeydir. Amma mücərrəd obrazlıq ifadəsi sadəcə bədii üslubundan bağlı keçən bir məsələdir. 2. Çox nöqtədən nə zaman istifadə edilir? Müxtəlif səbəblərdən fikrin bitmədiyini bildirmək üçün cümlənin ortasına sonunda bəli. Ümumiyyətlə, çox nöqtənin istifadə mahiyyəti nədir? Fikrin yarımçıq qaldığını və ya yarımçıq hissədən başladığını bizə çatdırmaqdır. Buradan yola çıxası olsan, biri rahat götürə bilirsən. Əsas fikri tamamlayan sözləri, birləşmələri, cümlələri nəzərə çatdırmaq istəyəndə çox nöqtə burada istifadə olunmur. Dram əsərlərində iştirak edən obrazların da abzası yazanda burada çox nöqtə olunmur. Statlarda özgəsinin nitqi kəsildiyi yerdə bəli, yarımçıqlıq, natamamlıq olan yerlərdə biz bundan istifadə eləmiş oluruq. 3. Hansı cümlədə daha çox duruş işarəsi buraxılıb? Yəqin ki, vergül, bizim dostlarımız ümumiləşdirici sözdür, qoşa nöqtə qoyuruq. Əli, Vəli, tünd qara, vergül, tünd qırmızı rəngləri daha çox xoşlayırlar. Tünd qara və tünd qırmızı ifadələrində defis işarəsi buraxılıb. Onun duruş işarəsinin heç bir aidiyyəti yoxdur. Bizim burada 4 duruş işarəmiz buraxılıb. Biri demişdir, qoşa nöqtəmiz var, dırnağımız var. Vicdanına qul, nəfsinə hakim ol, dırnağa bağladın. Hərə bir iş görürdü. Burada nöqtəli vergül qoyuruq. Çünki fikir ver, kimi dərs oxuyur, kimi test yazır, kimi film izləyirdi. İkinci tərəfdə cümlə sadalanır və vergül işarəsi var. Gələk sabah gələndə meyvə, alma. Fikir versən, meyvə ifadəsi var. Burada sən qoşa nöqtəni qoyacaqsan. Alma, armud. Burada isə nöqtəli vergülü qoymağın lazımdır. Çünki qruplaşdırma ilə sadalama gedirsə, o zaman nöqtəli vergüllə həmin anlayışlar bir-birindən ayrılmış olur. Meyvə deyə sən burada alma, armudu verə bilərsən, pomidor, kartof verə bilməzsən. Pomidordan sonra vergül, kartof alasan, bu formada bərpa edirsən. Demək, gedək dediyi çox da gözləməsinlər. Bu vasitəsizlikdir. Vergül tire şəklində bərpa edirsən, daha sonra da ardıcılığı qurursan. Baxsan, ən çox duruş işarəsi axırıncıdadır. Digərlərində isə bu qədər deyil. Aşağı-yuxarı bərabər namısında. 4. Arayışın tərtib olunma ardıcılığını müəyyənləşdirmək lazımdır. Tərtib olunma ardıcılığında nəyə baxmaq lazımdır? Öncə arayış sözü vərəqin yuxarı hissəsinə yazılır. Sonra arayışın məzmunu olur. Təşkilatın ştampı qoyulmuş olur. Və ştampın üstündə qeydiyyat nömrəsi və verildiyi tarix olur. Arayışın təqdim olunduğu yer göstərilir və ən sonunda da idarə rəhbəri imzalayır və möhür vurmuş olur. Belə bir ardıcıllıq olar. Hansı variantda qrammatik norma pozulmuşdur? Bülbül Gülüstanə gəlsin, gəlməsin. Burada hər hansı bir norma pozuntusu yoxdur. Lalə tək qızarmaq üz qaydasıdır. Burada fonetik norma pozulub, tək qoşması bitişik yazılmalıydı. Dəhanın sədəf deyir, dişlərin inci, sana sanki ağzın püstədir ay qız. Burada hər hansı bir qrammatik normanı pozacaq bir məqam yoxdur. Xitab cümlədə işlənmə yeri sərbəstdir. Əvvəldə sonra ortada gəlməklə hər hansı bir inversiya yaratmış olunur. Həmçinin şəkiçi ixtisarı var. Dəhanın sədəfdir, dişlərin incidir. Ellipsin ixtisarı norma heç bir aidiyyatı yoxdur. Çarxını qurduqca dövranın əli bəzən ağlar olur, bəzən gülməli. Dövranın əli çarxını qurduqca bəzən ağlar olur, bəzən gülməli. Cümlə bu formada olmalıydı. Baxsaz, inversiya var və cavab olur da. Ananın layləsi, atanın sazı, babanın ocağı yadından çıxdı. Burada hər hansı bir qrammatik norma pozacağın ünsür yoxdur. 6. Deyirəm, mehriban düşüncələrin isti qucağında qızınaq bir ağ. Qızınaq yox, qızınaq olmalıdır və xəbər əvvələ gəlibdir. Fonetiklə qrammatik norma pozulur. Cavab olur A. Məcazilik var burada. Mehriban düşüncələri, isti qucaq kimi ifadələrdir. Məcazilik leksik normanı pozmur. 7. Əməl yazılarla bağlı cədvəldən yanlış olan fikirləri müəyyənləşdirmək lazımdır. Əvvəlində yazan şəxsin kimliyi göstərilir, sonunda imza qoyulur. Bu, hesabatla bağlı doğru fikirdir. Amma 2-də verilən hesabatla bağlı doğru fikir deyil. Çünki 2-də verilən fikir hesabata yox, R-yə aid olan fikirdir. Eləcə də 6-da verilən fikir R ilə bağlı olan bir fikirdir.
Protokol dövlətlərarası səciyyə daşıya bilir və sənədin nömrəsi göstərilir. Doğru bir fikirdir. Müvafiq komissiyanın iştirakı ilə tərtib olunan akt. Protokola aid olan bir şey deyil bu. Və 5-də verəndə annotasiyanın qaydasıdır. Əslində burada çox da elə qeyri-adi bir tərəflər yoxdur. Əməl yazılarla bağlı qaydaları bilən adam çox sürətli və rahat şəkildə sualın cavabını tapır ki, E variantıdır 7-ci sual. Cəmilə əlində paltar qapının ağzında səni gözləyirdi. Gözləyirdi kim? Cəmilə. Harada? Qapının ağzında. Necə, nə tərzdə? Əlində paltar, yəni əlində paltar tutaraq mənasındadır. Kimi gözləyirdi? Səni. 9. Cümlənin təhlilinə aid olan variantı müəyyən etməliyik. Ürəyin sözü olsa feilin tərkib hissəsidir. Lütfkar olsa nə? Sənin ürəyin. Ürəyin sözü görürsən ki, olla bir yerdə işləmir. Lütfkar olmaq ikisi bir yerdə mürəkkəb feildir. Ona görə A yanlışdır. Sənin sənəti sözləri sintaktik əlaqədə həm əsas, həm də asıl tərəfdəyir. Öz barına bas. Nəyi? Sənəti. Hansı sənəti? Canlı sənəti. Görürsən, sənin sözü 3-cü növ təyin söz birləşməsində işlənmişdir və bilirik ki, 3-cü növün tərkibində nə var? Uzlaşma, idarə. İki əlaqə olduğuna görə bunun tərkibində olan sözlər sintaktik əlaqədə həm əsas, həm asıl tərəfdir. Demək, sənin sözü həm əsas, həm asıl tərəf kimi çıxış edir. Uzlaşma əlaqəsinə görə əsas tərəfdir, idarə əlaqəsinə görə də asılı tərəfdir. Canlı sözü sənəti sözünə tabe olur, sənət olur əsas, sənət də xəbərə tabe olur asılı. Demək, həm əsas, həm asıl tərəf doğrudur. Öz əvəzliyi müstəqil cümlə özüdür, xeyr, öz bağrına bas, hamısı bir yerdə bir cümlə özüdür. İşarə əvəzliyi həmcins təyinlərdən birinin ifadə vasitəsidir, xeyr. Həmcins təyin olsaydı, burada tabeçli əlaqəsi olardı. Tabeçli əlaqəsinə bağlı orada heç bir şey yoxdur. Nə sadalama intonasiyası, nə tabeçli bağlayıcısı. Demək ki, bu qeyri-həmcinsdir. Nümunə bütövlükdə həmcins xəbərli sadə cümlədir. Sa var burada. Şərt şəklidir. Demək ki, bu tabeli mürəkkəb cümlədir. 10. Cümlənin təhlilinə aid olan səhv fikirləri müəyyənləşdirməliyik. Daş kimi bərkimiş torpaq dənizin zərbələrini dəf edərək ağır-ağır nəfəs alırdı. Bax, nəfəs alırdı. Nə? Torpaq. Hansı torpaq? Daş kimi bərkimiş. Qoşmalı söz cümlədə təyin rolunda deyil. Çünki qoşmalı söz feil-sifət tərkibinin aslı tərəfidir. Təyin mövqeyində olan feil-sifət tərkibidir. 1. Yanlış bir fikirdir. Eyni suala cavab verən müxtəlif ifadə vasitələri olan zərfliklər işlənmişdir. Bəli. Necə, nə tərzdə? Ağır-ağır və necə, nə tərzdə dənizin zərbələrini dəf edərək. Fikir versən, hər ikisi tərz hərəkət zərfliyidir. Biri mürəkkəb zərflə, biri isə feili bağlama tərkibindən ifadə olunmuşdur. Hər ikisi necə, nə tərzdə suallara cavab verə bilir. Feili xəbər indiki zamanda işlənmişdir. Bəli, nəfəs alır idi. Dənizin zərbələrini mürəkkəb tamamlıqdır, xeyr. Çünki dənizin zərbələri ifadəsi dəf edərək feili bağlamasının aslı tərəfində işlənmişdir. Müstəqil şəkildə cümlə üzvü rolunda deyil. 11. Rastlaşdıq sözünün fonetik xüsusiyyətinə aid olan fikir seçmək lazımdır. Rastlaşdıq şəklində tələffüz edirik. T düşür, L D-yə keçir, sonda da Q X-ya keçir. Eyni səs müxtəlif hərflərlə yazılmışdır. Burada eyni səs A-lardır. A-lar da eyni hərflə yazılmış olur. Sonra D var. Aha, bunlar isə artıq müxtəlif demək, biri L ilə, biri D ilə yazılmış olur. Eyni səs müxtəlif hərflərlə yazılmışdır ifadəsi cavab olaraq götürə bilirik. D-lar uyğun gətirə bilir. Sözdə X səsinin qarşılığı işlənmişdir. Xeyr, X səsinin qarşılığı işləməyib, belə özü işlənib. T-də əvəzlənməsi yox, L-də əvəzlənməsi var. Çünki T düşür. Sonor samitlər yazış və deyişdə sadəcə fərqlənmir. Bəli, sonor samitlər fərqlənmir. Düzdürmü? Təbii ki, yanlışdır. Baxsan, yazıda 2 dənə var. Tələffüzdə isə 1 dənə var. T kar samitdir. Sözdə T samiti yoxdur. Tələffüzə baxıb ona görə qərar verməlisən. 12. Mətnin üslubu xüsusiyyətlərini nəzərə alıb doğru fikri müəyyənləşdirmək lazımdır. Mətnə diqqətli baxsaq görəcəksiniz ki, burada təhkiyə var. Təhkiyə ilə yanaşı həmçinin dialoq nümunəsi də var. Dialoq olması bədii üslubda məişətin öz əlamətlərini göstərməkdir. Amma sırf burada dialoqdan yapışıb bunu məişət olduğunu iddia edə bilməzsən. Çünki onun tərkibində olan həmin o təhkiyə hissəsi var. Təhkiyə hissəsi olduğuna görə və nağlıvarlıq olduğuna görə bədii üslub nümunəsidir. Uyğunlaşdırmağa çalışsaq, müəyyən ictimai tarixi şəraitin tələbi ilə yaranıb bu fərdi üsluba aid olan bir şeydir. İkini götürə bilərsən, dramaturgiyada fərdilik olur. Obrazların nitqi fərdi şəkildə yaradıla bilər. Sərbəst xalq danışıq dilində yazılmasa da, sərbəstliyin aparıcı olduğu üslub nümunəsidir. Yəni demək istəyir ki, məişət üslubundadır, tamamilə yanlış deyir. Ümumxalq dilinə əsaslandığı üçün xalq təfəkkürünün məhsul olan söz və ifadələrə yer verilir, doğrudur. Bu bədii üslubun özəlliyidir. Mətndə bədii üslub olduğuna görə doğru cavab kimi nəzərə ala bilərsən. Belə üslubda yazılan mətnlər publisistik üslubun əsas xüsusiyyətinə malik olurlar. Bu publisistik üslubda deyil axı. Publisistik üslubda olsaydı onun əsas xüsusiyyətlərini daşıyardı. 13. Məktubla bağlı verilən fikirlərdən neçəsi
doğrudur. Məktubların xüsusiyyətlərini, xarakterini xatırlayaraq bunu çox rahat şəkildə müəyyənləşdirə bilərsiniz. Məktub forma və məzmunca bir-birindən fərqlənə bilər. Doğru bir fikirdir. Məktubla bağlı standart qayda kitablarında verdiyi qarşınıza çıxa biləcək bir məqamdır ki, məktub forma cəhətdən, məzmun cəhətdən də fərqlənə bilir. Çünki ola bilər ki, siyasi xadimlər bir-birindən danışa bilər və ya qohumlar, tanışlar bir-birindən danışa bilər. Bu kimi məqamlar var ki, yerinə görə dəyişmiş olur. Yəni yazışanların münasibətindən aralarındakı olan kontaktdan sonra məzmun fərqlənə bilər. Həmçinin forma, gedişat ardıcılığı da fərqlənə bilir. Bu doğru bir fikirdir. Məişət dilinə məxsus söz, ifadə və sintaks burada geniş yer tutmuş olur. Bəli, bütövlükdə məişət dilinə məxsus olan ifadələr məktubun tərkibində görə bilərik. Çünki məktub rəsmi üslubun ən sərbəst formasıdır. Daha sonra məktubun əsasını, məzmununu əhatə edən ümumi hissədə yazılanlara aid olan xarakterik əlamətlər açıq şəkildə şərh edilmiş olur. Məktubun əsasını, məzmununu əhatə edən ifadə hansıdır? Fərqləndirici hissədir. Çünki adamın dərdi, konkret olaraq məktubu niyə yazması fərqləndirici hissədə ortaya çıxmış olur. Ümumi hissədə məktublaşan şəxslərin əhval-ruhiyyəsindən danışmış olur. Müraciət hissəsi var, ümumi var. Müraciətdə nədən danışır? Nə bilim, salam filan kəs, o filan kəs. Həmin o ümumi hissədə nə danışır? Hal-əhvaldır, necəsən, nə yeyirsən, nə tərsən. Amma fərqləndirici də artıq dərdin danışmış olur. Ona görə bu yanlışdır. Məktub göndərilərkən göndərən şəxsin ünvanı və indeksi göstərmiş olur. Bəli, məktubun zərfində təbii ki, ünvan və indeksi göstərmiş olursan. Postla məktub göndərənlər bunu daha aydın xatırlaya bilərlər. Xüsusi formasında şəxsiyyət vəsiqəsi tələb olunur. Məktubun xüsusi forması yoxdur. Cavab olmalıdır burada B. Daha sonra 14. Namiq pəncərənin qabağına gəldi və o küçədə baş verənləri diqqətlə müşahidə etməyə başladı. Burada diqqətli olmaq lazımdır. O əvəzliyindən sonra vergülün olmamağında. Çünki o əvəzliyi burada şəxs əvəzliyi kimi yox, işarə əvəzliyi kimi çıxış eləmiş olur. Ona görə bu cümlə həmcins xəbəri sadə cümlədir. Namiq gəlir, Namiq müşahidə eləməyə başlayır. Xəbərlərin biri 3 müstəqil sözdən ibarətdir. Heç biri. Burada gəldi, burada da müşahidə etməyə başladı. Birində 2 müstəqil söz var, birində isə 1 söz var. Bu cümlə həmcins xəbərli, sadə cümlədir. Məsdər tərkib əmələ gətirir, xeyr. Çünki maqbulis başlamaq cümlənin xəbəri olduğuna görə məsdər asılı vəziyyətə keçir və aslı məsdərdə tərkib əmələ gətirə bilmir. Cümlədə təyin işlənməmişdir, düz deyir. Çünki o küçədə baş verənlər feil sifət tərkibidir. Təyiniyyət sözü feili birləşmənin əvvəlində gəlir və müstəqil şəkildə təyin kimi çıxış edə bilmir. Cavab olur A. 15. Arayışla bağlı yanlış fikir tapmaq lazımdır. Sonda arayışın verildiyi tarix və yer göstərilmiş olur. Sonda yox. Bunu elə ən əvvəllərdə görə bilərik. Ən sonda bu proses baş vermir axı. İdarə rəhbərinin imzasına yer verilir. Bəli, möhür və imza olur. Arayış müxtəlif məzmunda olur. Doğrudur. Cinayət işi ilə bağlı tərtib oluna bilər. Yoxlama ilə bağlı tərtib oluna bilər. Kiminsə işlədiyi yeri, qaldığı yeri, yaşadığı yeri dəqiqləşdirmə ilə bağlı tərtib oluna bilər. C-lə də elə biri digərini tamamlayan variantlardır. Təqdim olunduğu yerdəki sonda qeyd olunur. İşarələnən feilin qrammatik məna növlərini seçmək lazımdır. Gəl baxmağa çalışaq. Bax, görünmək qayıdış növdə, görüşmək qarşılıq növdə, rast gəlinir mübtəda yoxdur, bərpa oluna bilmir şəxssiz növdədir. Yazdırıldı, ən sonuncu leksik şəkilçiyə baxıb qərar verirsən. Yazdırıldı nə? Mübtəda var və məhcul növdədir. Çünki proses kimsə tərəfindən icra etdirilmiş olur. Bu ardıcılığı düzsən, cavabın olacaq. 17. Komandamızın rövanş oyunlarını, rövanş yox, revanş olmalıdır. Bu fonetik normanın pozulmasıdır. Bir çox yox, televiziya kanalı yox, kanalları olmalıdır. Bu da qrammatik normanın pozulmasıdır. Demək cavab olar C variantı. 18. Verilən fikirlərdən heç birinə aid deyil. Bax, təşkilatlar arasında deyil, müəyyən şəxsə də aid edilə bilər. Bu vəkalatnamədir. Qeydiyyat nömrəsi və tarix ştampının üstündə göstərilər. Bu arayışa aid olan bir şeydir. Nəticə sonda verilirsə, bu aktla bağlı bir şeydir. Dövlət qanunu pozulmasına bağlı biz protokol tərtib edə bilirik. Və cavab qalır A. Tərcümə ilə bağlı verilən fikirlərdən hansı doğrudur? Bu əməli yazı rəsmi işgüzar üslubun tələbindən xaricdə yazıla bilməz. Yanlışdır. Çünki tərcümə halla bağlı belə bir məsələ var ki, bu bəzən başqa bir üslubda da özünü göstərə bilər. Məsələn, elmi üslubda da yazıla bilər. Belə əməli yazıları daha çox bir şəxsin fəaliyyətini işlədiyi dairə qiymətləndirərkən yazır. Bu daha çox xasiyyətnamənin mahiyyətidir, tərcümənin yox. Bu əməli yazının əsas tərəflərindən biri əks edilən məsələlərdə ardıcıllıq prinsipinin nəzərə alınmasıdır. Bəli, sən özünlə bağlı məsələləri danışanda, yəni atıram 40 yaşın varsa 40 yaşında olanı 20 yaşında olandan əvvəl verməyəcəksən. 20-dən 40-a doğru ardıcıllıq xronoloji bir prinsiplə sadalayacaqsan. Tərcümə hal sırf rəsmi xarakter daşımadığı müddətdə quruluşca yalnız sadə olur. Yanlışdır, elə bir qayda yoxdur. Belə əməli yazılarda fərqləndirici hissə, sırf fərqləndirici hissə özünü göstərir məktubda. Bunun fərqləndirici hissə başlığı yoxdur.
Dəfələrlə quruluşa düzəltmə olan zərfdir, yüzlərlə isə quruluşa düzəltmə olan saydır. Baxaq, miqdar bildirir, hər ikisinə aiddir. Zaman məzmunu dəfələrlə sözündə yoxdur. Hər ikisinin yazışı və deyiş fərqlənir. Dəfələrlə, yüzlərlə şəklində. Hər ikisi quruluşa düzəltmədir. Yüzlərlə say olduğuna görə nə tələb edəcək? Əşya, yəni isim tələb eləmiş olacaq. Ona görə cavab olur A. Ümumi bu qədər.